yeni bir terim əlavə olunur. Homo Islamicus. Homo economicus var və Homo Islamicus. Homo economics dediyimiz məfhum nədir? O qazancını maksimizə eləmək istəyən insan. Homo Islamicus insan isə Allahın qoyduğu qanunlara əməl edən, orada nəyi əsas götürür? Allahın rəhmətini. Və burada ən önəmli məsələ, hara baxırsınız baxın, tərəzidən söhbət gedir. Amma bu tərəzi o demək deyil ki, biz bazara gedir, gəlir, oradan nar alır. Mən Allah'dım bunlar sana. Amma oradakı tərəziyə də nəzarət edən tərəzidir də. Məsələ odur ki, iş yerinə gəlir, iş yerində saat 9-da iş başlayır. Saat 9-da iş başlayanda 11-ə qədər biraz WhatsApp-da vaxt keçirir. Sonra YouTube-a girir. Saat 1 olur, abed olur. Saat 2 olur. Abeddən sonra və axşam 6 olur. Amma bu da tərəzi daxı. Bəli, bəli. Bu tərəzinin cavabını kim verir? Yəni bu tərəzi sadəcə İslamiyyət mənəvi rituallar üzərində qurulmayıb. Peyğəmbər ilk Mədinədən danışdınız. Bazarı quranda harda qurmuşdu? Qəbristanlığın qabağında. Və bu da özü də bir siqnaldır.